bizə məlumat gəldi ki, məhz Sərvan müəllim belə bir filmin təşəbbüsü irəli sürülüb və hazırlanıb. Düzdür, əvvəllər bizdən lazım olan məlumatları alırdılar və şəkillərdən istifadə olunurdu. Amma bu dərəcəyə, bu yüksək keyfiyyətdə alınmağına yəni bizim inanımız o qədər də yox idi. Amma bugünkü gün bu filmi yəni yüzlərlə insanlarımız, Azərbaycan milləti bu filmin təqdimatında iştirak elədi və hamı bəyəndi, çox gözəl çəkilmişdi. Mən Natiqlə bağlı, Natiq Qasımovla bağlı daha doğrusu ən gözəl filmlərdən biri olur. Bu Soy Production'ın nəzdində hazırlanan 3-cü süni intellekt filmi idi. Mən bir neçə dəfələrlə baxmağıma rəğmən çox mükəmməl bir hisslər yaşayırdım və fəxr eləyirdim ki, Azərbaycanın belə bir milli qəhrəmanı oğlu var. Və bu görüntüləri yaratdığına görə mən süni intellekt mütəxəssisi Sarvan Hüseynə təşəkkür eləyirəm. Orada daşdan keçərli sözlər, dialoqlar vardı. Filmin redaktoru öz peşəkar yanaşması ilə Fariz Əliyevə təşəkkür bildirirəm. Bakı Media Mərkəzinə təşəkkür edirəm, şəxsən Arzu xanım Əliyevaya ki, bizim fikrimizi dəstəklədi, yanımızda oldu. Orman Əliyevə təşəkkürümü bildirirəm və siz tamaşaçılara təşəkkürümü bildirirəm ki, siz vətəni bu qədər sevirsiniz, vətən oğullarını bir an olsa belə unutmursunuz. Bu film Natiq Qasımovdan bəhs olunur. Azərbaycanda ilk süni intellekt filmidir, 24 dəqiqə hazırlanıb. 1992-ci il Xocalı faciəsində olan ekran görüntüləri əldə olunaraq vizuallaşdırılıb süni intellektlə daha yaxşı hala gətirilib və bu filmdə demək olar ki, 80%-ə qədər bütün kadrlar hamısı təbiidir, realdır yəni.